Salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə kruvasan hazırlayacağım. Öncə qaba 6 stəkan un ələmişəm. Üzərinə 3 yemək qaşığı şəkər tozu, yarım çay qaşığı da duz əlavə edirəm. 1 çay qaşığı da bu hızlandırılmış mayadan əlavə edib qarışdırıram. Sonra isə 2 ədəd yumurtadır. Birinin sarısını ayırmışam üzəri üçün. Geri qalanını xəmirə əlavə edirəm. Və 100 ml də duru yağ əlavə edirəm. Bir stəkanda ilıqdan biraz isti süd əlavə edirəm. Yavaşdan xəmiri yoğurmağa başlayıram. Bundan sonra geri qalan hissəsini su əlavə edəcəm. Su da ilıqdan biraz istidir. Təxmini yarım stəkandan da biraz artıq su istifadə etdim mən. Çox asan bir reseptdir. Çox da az ərzaqlar gedir və bərəkətli də bir reseptdir. Yumuşaq ələ yapışmayan bir xəmir yoğururam. Xəmiri artıq yoğurdum. Belə bu kıvamda bir xəmirdir. İndi isə isti bir yerə qoyuram. Mayalanmasını gözləyirəm. Və artıq xəmir mayalanıb. İndi isə kündələməyə başlayıram. Mən 11 hissəyə böldüm. Kündələyib qoyuram. 5 dəqiqə kimi gözləndirəm. Kündəyə gəlsin. İndi isə belə balaca yayıram. Kənarda da 100 qram kərə yağını otaq temperaturunda qoymuşdum. Artıq yumşalıb, ərinməmiş kərə yağı istifadə etdim. Belə hamısını yayıb bitirdikdən sonra indi isə kərə yağını çəkməyə başlayıram aralı hissələrinə. Kərə yağını hər tərəfinə gələcək şəkildə çəkib eyni qaydada yığıram.
İndi isə yayacağım yuxa yayanın üzərinə qoyuram və bir salafanı da keçirirəm ki, qurumasın. 10 dəqiqə kimi gözlədirəm ki, xəmir günlüyə gəlsin. Bu qabda isə bir paçka pletka şokolad, üzərinə 1 yemək qaşığı duru yağ, 1 yemək qaşığı da süd əlavə etmişəm. Və belə gördüyünüz kimi su buxarında qoymuşam ki, əriyib yumşalsın. İndi isə xəmirimi yaymağa başlayıram. Əlimlə öncə biraz nəziklədirəm. Sonra isə yaymağa başlayıram. Əgər sizin yayacağınız yer balacadırsa, xəmiri 12 hissəyə bölərsiniz, 6-6 hazırlayarsınız. O zaman daha balaca alınar. Mən isə yayacağım yer bəs elədiyi üçün belə 11 hissəyə böldüm, bir dəfə hazırladım. İndi isə oxlovla yavaş-yavaş yayıb nəzikədəcəm. Yaydıqca da tərs düz edəcəm ki, belə yayanda üst hissəsi açılır, alt hissəsi isə balaca qalır. Onun üçün arada 1-2 dəfə çevirib alt hissəsindən də yayacağım. Və belə yaydım. Gördüyünüz kimi belə bir qalınlıqdadır. Hansı üzü səliqəlidir, onu alt hissəsinə saxladım ki, fırlayarkən kruvasanın üzərinə düşsün. İndi isə kəsməyə başlayıram. Öncə belə 4 hissəyə bölürəm. Sonra isə böldüyüm hər hissəni təkrardan 6 hissəyə bölürəm. Toplamda 24 ədəd kruvasan alınır. Və belə şokoladını qoymağa başlayıram. Məndə fıstıqlı şokolad idi. İstərsəniz damla şokoladdan istifadə edə bilərsiniz. Az miqdarda qoymaq lazımdır ki, bişərkən əriyib çıxmasın. Belə gördüyünüz kimi kəsiklər atıram, sonra isə bükməyə başlayıram. Bükərkən həmən kəsdiyim hissəni biraz qıraq hissəyə çəkirəm və qıraqlarını barmağımla yapışdırıram ki, şokolad içərisində isti dəydikcə əriməsin, yəni əriyib çölə çıxmasın. Və bükməyə başlayıram. Bükərkən də biraz geri çəkib bükürəm ki, daha qatları dartılıb nəzikləşsin. Hamısını eyni qaydada hazırlayıram. Hazırlayıb bitirdikdən sonra təxmin 15 dəqiqə, 20 dəqiqə qədər günlüyə qoyuram. Sonra isə hazır saxladığım bir ədəd yumurtanın sarısının üzərinə 1 yemək qaşığı da duru yağ əlavə edib qarışdırıram və üzərlərinə çəkirəm, qoyuram sobaya bişməyə.
Artıq belə bişirlər. Altı üzəri qəşəng qızarana kimi qızardıb götürürəm sobadan. Çox gözəl, dadlı, xırçıltılı bir reseptdir. Çox möhtəşəmdir. Məncə sizlər də ən azı bir dəfə sınayın. Əminəm ki, hər zaman bu reseptlə bişirəcəksiniz. Sizlər də hazırlayın, nuş edin. Əgər videomu da bəyəndiyseniz like etməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun.